Mən uşaq rəhmətli gedəndən sonra nəyə bilərəm, özümə asıl olmuram. Elə bilərəm, nə dərim, bit gəzəndiyi kimi olur bədənim. Hə. Nə mələ bir. Bədəninizdə hissiyatlar olur. Qarışqa gəzir. Qarışqa gəzir. Aha. Nə bilim. Çox səbirsiz doktor. Çox səbirsizsiz. Hövsələsiz. Amma o uşaq olandan sonra o. Özü eləyir, sonra peşman olur. Aha, əsəbilik var. Yuxunuz necədir? Ya bu nə qədər vaxt yuxlamıram. Yuxu heç yatmırsınız? Yatıram, elə bir nəsə gözümün qabağına gələndə oyanıram, öyle şey deyil. Həyəcan da gəlir sizə? Olur ki, yuxudan həyəcanla oyanırsınız. Nə elə bax o tərliyirəm, elə bax o nə tərliyirəm, mən elə. Yuxudan oyanırsınız, həyəcan gəlir, tərləyirsiniz. Yəni evdə çox qapanır doktor. Həyəcan gələndə ürək döymə olur, nəfəsim çatmır elə bil. Elə hiss edirsiniz? Nəfəsim çatır, ürəyin çox böyünür. Özümə asıl olmasa partlayanır, yığılıram. Yaxşı, heç yerə getmirsiniz, siz evdən çıxmırsınız bayra? İndi çıxıram, nə qədər vaxt çıxıram, çıxmırdım. Elə kənd nəyində də yox. Ağlamanız var? Arada bir sənəndə, bazı günlər gözümdən yaş gəlir, önkürə qoyarım. İçində ağlayıram da nəsə. O qarışqa gəzmə hissiyatı var, o bütün bədəndə olur. Bədəndə olur. Aha, bəs başqa keymə olur? Elə bir məsələn, bu kim yığılır, nəsə olur. Yəni özünə asılı özdə nəysə. Qıçınız yığılır. Elə belə qurbağa fason şey çıxıram, başımı dağılır. Ayağınızın arxasından Dal tərəf. belə hiss olunur. Dizin arxasında. Yumuşaq yerdə də. Baldırda. Hə, ora belə atır. Atır eləyir, nə bilim belə. O gecə olur. O gecə olur.